Ermənistan artıq dövlət səviyyəsində Azərbaycanın Qazax və Naxçıvan bölgələrinə hücumlar edir. Yenə də Cumhuriyyət öz qoşunlarının bir qismini də göndərir bura. Deməli, xəritə çəksək, əgər xəritəyə baxsaq biz, qoşunları biz burada saxlamışdıq, hələ böyük hissəsini, xüsusi qoşun növlərini, istehkam qurumları falanlar var idi orada. Denikin gedəndən sonra, Avqivalisi gedəndən sonra biz fikirləşdik ki, və Gürcistan və biz fikirləşdik ki, canımız tutardı bu Denikindən, amma Sovet Rusiyası gəlirdi, oradan bizi işğal eləməyə. Sovet Rusiyası da şimaldan gələndə buradakı qoşunun, bizim qoşunlarının sayı azalmaq üçün buradakı ermənilər tırqalamışdı qiyam qaldırma və biz də bu qiyama sonra Qazax bölgəsinə hücum eləmişdilər, Naxçıvan bölgəsinə hücum eləmişdilər. Ona görə də biz buradakı qoşunların bir qismini Qazaxa, bir qismini Qarabağa, bir qismini Naxçıvana göndərdik və bizim şimal sərhədimizdəki qoşunumuzun sayı azaldı. Rusiyanın qarşısını ala bilirik? Yox, ala bilirik. Və üstə gələk 1919-cu ilin dekabrında formalaşmış 5-ci hökumət kabineti Nəsib bəy, Yusif bəyin də bunun başçısı. ...1920-ci ilin 30 martında istifa verir. Niyə? Çünki hökumət kabinetinə sosialistlər daxil edirlər. Onlar da müəyyən nazir postlarını tuturlar, nazir vəzifəsini tuturlar. Onlar öz vəzifələrini imtina eləyərək və hökumət kabinetində boş yerlər qalır. Və Nəsib bəy, Yusif bəy də məcbur olub 5-ci hökumət kabinetində buraxır. İndi bu sosialistlər niyə imtina edirlər? Çünki onlar harada birləşmişdilər? Azərbaycan Kommunist Partiyası. Azərbaycan Kommunist Partiyasının əslində kimlər yaratmışdır? Rusiya, Sovet Rusiyası. Yəni, Sovet Rusiyasının göstərişlə Azərbaycanda olan bolşeviklər yaratmışdılar. İndi Azərbaycan Kommunist Partiyasının yaranması nəyin tərkib hissəsi idi? İşğalın tərkib hissəsi idi. Yəni, onlar ölkədə siyasi böhran yaratmalıydılar. Bax, hamı öz üzərinə düşən işi görür də və ermənilər özlərinə düşən işi görürlər. Qiyam qaldılar, Cumhuriyyət doğrusu yırdı ora. İndi Kommunist Partiyasını elə belə yaratmayırlar ki, desinlər ki, filan kəsin oğlu Kommunist Partiyasının rəhbəridir, nə bilim, filan vəzifədədir. Onu yaradıqdır ki, lazım olanda, lazımi məqamda ölkədə siyasi böhran yaratsınlar. Və onlar da 5-ci hökumət kabinetində onlardan da daxil olan adamlar ki var idi. Onlar çıxdılar, dedilər biz işləmirik. Və təsəvvür edin ki, 7-8 dənə sahə nazirsiz, başsız qalır, nazirsiz. Burada işləmək olar, yox, məcbur da artıq bu hökumət kabineti buraxsın və tapşırsın ki, 6-cı hökumət kabineti formalaşsın. Və bu da buraxılır. Və Hacınskiyə tapşırılmışdı ki,